Əziz dostlar, senior davincilərim. Toyota RAV4 variator korobkadır. Korobkada vıcıltı var. Korobkalar sökülür. Bunda da patemik xəstəliyi olur, indi bilən bilir. Korobka sökülsün. Göstərəcəm nə var nə. Geri çapı. Dostlar, senior davincilərim Toyota korobkasını yığırıq. Hər şey qaydasını yığılır. Filtr gəlir, detallar gəlir. Bunlarda problem nədir? Vızıltı gəlir. Vızıltına gəlmə səbəbi bu şestindən bu patemiklərdir. Bunlar dağılır, indi bu tələsidir qoyacaq. Köhnəsi buradadır. Burada dağılıbdır. Bu köhnə filtri. İndi bunun dağılmalı şeylərini sizə göstərim, bilin ki, gör harası dağılır, necə olur. Baxın, qardaşlar. Patemik yiyilib, yiyəndə də belə görürsünüz, o burası necə düzəldir. Başlayır vıy səs eləməyə. Bir tərəfə də yəni buz bor satılır da, belə olur. Ha, belə bu yiyiləndə, günlər. Başlayır vıy korobka səs eləməyə. Korobkanı söküşdüm, onun əksəriyyəti bir sepi uzanır, sepi dəyişirilir. Yerdə qalan nasosdur, başqa çanlaq, motor şeyi, bunlar heç vaxt xarab olmur. Bir dənə bu şestin adı həmişə mala xəstəlidir. Dağılır, sökülür, yuyulur, yağı dəyişilir, filtr dəyişilir. Patemik dəyişib yığılandan sonra səliqəli çəkilib qoyursunuz ki, ana laylası işləyir. İndi yığım, üstünə qoyum, testlər oyunu göstərəcəm, öpürəm. Əziz dostlar, maşınımız, korobkamız hazırdır. İndi üstünə qoyaq, testlər eləyək, göstərəcəm. Əziz dostlar, senior davincilərimiz, maşınımız hazırdır. Gözəl mənzərə dedim, maşını sürək yoxlayaq. Maşın sahibi çox gözəl insandır, yaxşı dairə. Allah onu canı sağ eləsin. Hər dəqiqə belə mərifətli dairələr gəlib çıxınır. Ya Allah, gözəl mənzərədə maşınımızı yoxlayaq. Səs-küy imkan verməyik. 1 qram vıqıltı yoxdur. Skoçlar çox əylədir. Skoç nə siviti korobkada bilirsiniz necə dəyişir. Gözəl, əla. 1 qram gecikmə yox. Hər şey qaydasında. Artıq sürət 80-ə çatır. Gözəl mənzərədə maşınımızı test drive edirik. Bu yolu sevirəm, yola vurulmuşam burada. Maşını sırf yoxlamaq üçün mənə həzz verir. Bu ağaçlıqlara görə. Allah çox xeyir versin, xeyir işlərə sürsün.